Biz böyük güclərlə böyük savaşların içərisindəyik və Rusiya ilə bir qədər səngiyən davamız var ki, yəni bir qədər doza aşağı enib, amma yenə də Kabanov səviyyəsində, yenə Kreml səviyyəsində bizə hələ qorxular gəlir ki, bu diasporaları dağıdaq, öldürək, yəni kənarlaşdıraq, bunlara imkan verməyək, pasportlaşmalarının qarşısını alaq və s. Yəni sanki yeni bir dalğa başlamış kimi görünür, amma biz də bilirik ki, Putinin sabah ad günüdür və Putin ad günündə numerologiyanı sevir, hədiyyələri sevir. Məsələn, Gerasimovdan böyük Ukrayna torpaqları istəyib ki, ad günümdə masaya yeni torpaqlar gətir və özünün arzusu bu istiqamətdədir. Azərbaycandan sizcə istədiyi nədir və belə bir ərəfədə, yəni ad günü təbriki, rutin olacaq fikri necə olmalıdır? Münasibətlərin düzəlməsi istiqamətində bir işucu varmı? Bu Kabanov səviyyəsindəki yeni bir hücum dalğasını necə qiymətləndirmək olar? Nə düşünürsünüz bu kontekstdə? Siz üzrxahlıq elədiniz tamaşaçılardan. Biz də verilişə gəlməzdən öncə sosial şəbəkədə paylaşırıq ki, saat 11-də olacaqdır. Mən də bunu izləyib biraz gözləyənlərdən üzr istəyirəm, amma yenə də ümumi bir problemimizdir. Amma bütövlükdə xeyli məsələlər sadaladınız. Ona görə də məsələlərlə bağlı qısa, konkret, lakanik cavablar verməyə çalışacağam. Bizim üçün Rusiyadan hər hansı bir təhdid, bu çağırışlar artıq əhəmiyyətsiz bir məsələyə çevrilməyə başladı. Nə baxımdan? Biz ya dövlət olaraq Rusiyanın cinahında yer almalıyıq və Rusiyanın bütün aqressiv davranışlarında iştirak eləməliyik, ya da ki, bir qızıl ortanı tutub məsafəli münasibətləri qorumalıyıq. Rusiya qızıl ortanı sevmir. Rusiya deyir, mənim yanımda olmalısan. Bu da bizim üçün bir dövlət olaraq gələcəyimiz üçün böyük bir təhlükədir. Təbii ki, qonşu ölkə olaraq Rusiya ilə münasibətləri normallaşdırmaq bizim də faydamızadır. Yəni, hər hansı bir kəskinləşdirməyə, getməyə biz də çalışmamalıyıq. Çünki bu Rusiyanın bir çıxacağı var. Bir yerdə uçurumdan özünü atacaqdır. Uçurumdan özünü atanda başqalarını da özü ilə bu uçurumdan atmağa çalışır və biz bu uçurumdan düşən ölkələr siyasında olmamalıyıq. Birinci əsas hədəfimiz budur. Çünki kiçik dövlətlərin taleyində mütləq bu davranışlar, bu ehtiyatlılıq öndə olan məsələlər olmalıdır. Çünki bizim dünya siyasətinə təsir göstərmək, onu idarə etmə imkanlarımız məhduddur. Amma dünya siyasətinin hansısa bir yanlış istiqamətdə gedəndə onun qurbanına çevrilməmək üçün ağlımız var. Ağlımızı doğru istifadə eləməliyik. Necə ki, bunu doğru istifadə elədik. Ölkə prezidenti Amerika Birləşmiş Ştatlarını prosesin içinə gətirdi. Ermənistan ərazisində olan demək, dəhlizin adını Amerika Birləşmiş Ştatlarının prezidentin adı ilə uzlaşdırdı. Bizim dildə Zəngəzur dəhlizi artıq erməni dilində Trump dəhlizi kimi tərcümə olunur. Beynəlxalq ingilis dilində də o cür tərcümə olunur. Eybi yox, bu tərcümədə nə olur olsun, biz bilirik ki, hansı dəhlizdən söhbət gedir. İndi Rusiyanın da Ukraynada uğursuzluğu, 3 ildən artıq davam edən bir prosesdə hər hansı bir nəticənin, ciddi nəticənin ortaya qoyulmaması və Ukrayna xalqına da yaşatdığı zülümlər təbii ki, dünyanı artıq qorxutmağa başlayır. İndi baxın, İsrailə də münasibətdə təqribən eyni mövqeyidir. Simpatiya bəsləyən, normal münasibət göstərən ölkələr bir qırmızı xəttin keçilməsindən sonra artıq bunu təhlükə olaraq görməyə başlayırlar. Yəni, Qəzza, Hamas filan bunu həll elədin. Ondan o tərəfə bu qədər insanı çölə tökmək, məhv etmək, yoxa çıxartmaq, sürgün eləmək, bu biraz məqbul sayılmır. Artıq dünya qırmızı xətti keçənləri heç bir halda bağışlamır, çünki tarixi təcrübəyə görə. İndi Rusiya qırmızı xətti keçib. Ona görə də həm də bu müharibənin masştabını genişləndirib, elə bu birbaşa sözdü Amerika ilə müharibədir, sözdü Avropa ilə müharibədir. Artıq Avropa hüdudlarından kənara dronlar göndərir, onun içində təhlükə yaratmağa başlayır. Hamını birləşdirir. Hamını birləşdirirsə, artıq biz bu ümumi birləşmiş məkanda olmasaq da, amma mənən o məkanda özümüzü hiss etməliyik. Çünki bu aqressiyanın, bu təcavüzün bir hədəfi də gələcəkdə bizlər ola bilərik. Yəni, Rusiyanın bu prosesdə zəif düşməsi müəyyən dərəcədə digər ölkələrin həm də xilası üçün müəyyən imkanlar yaradır. Ona görə də bu aqressiya artıq Ukraynada məğlubiyyətin aqressiyasıdır. Daxili ictimai rəyi hansısa formada idarə eləməlisən. Məsələn, deyək ki, artıq İsrailin dinc yanaşı yaşamaq prinsiplərindən biraz uzaq düşməsi özü üçün problem yaradır. Mütləq müharibə zolağı axtarmalısan. İranla mı,
nə bilim, Yəmənləmi, hara isə müharibəyə gedir. Türkiyə ilə, başqaları ilə müharibə zolağı axtarmalısan. Bu təhlükəlidir. Çünki daxili prosesə qaydanda daxildə müəyyən sorğulama başlayır. Rusiyada da Putin daxili məkana qayıtsa, xarici bu təcavüz məsələsindən qurtarsa, daxili sorğulanmanın hədəfinə çevriləcək. Ondan yayındırmaq üçün bu təbliğat maşını kimi hədəf seçməlidir? Qazaxıstanı, Azərbaycanı və başqalarını. Amma buna potensial varmı? Həmən potensialı ilə Ukraynada istifadə eləyərdilər də. Demək, bunu eləmək imkanına sahib deyirlər. Ona görə də biz bu cür çağırışlar, çıxışlar və başqa Azərbaycana qarşı aqressiyanı biraz da eyni məzmunlu aqressiya ilə qarşılamamalıyıq. Biz həm də orada düşünməliyik Rusiyada yaşayan Azərbaycanlıların durumunu. Buradan Fazıl Mustafa buradan qəhrəmancasına böyük bir bəlağətlə nələrsə deyə bilər. Amma orada olan insanların taleyini düşünərək müəyyən dərəcədə biz bütün mümkün vasitələrlə prosesləri yumşatmaya daha çox maraqlı tərəf olmalıyıq. Çünki oradakı vətəndaşımızı, oradakı Azərbaycanlıları qorumaq naminə biraz daha bəzi şeyləri çox da deyək ki, cavab verməyə haqqı çatan məsələlərdə də biraz cavabdan yayınmalıyıq. Müəyyən məsələ yumşalmayacaq. Elə Putin ad günü ilə bağlı da mənə elə gəlir ki, yenə də yumşaq referanslar edilməsi indiki vəziyyətdə dövlət olaraq bizim ancaq faydamıza olar. Yəni nə gözləyirsiniz? Mənim bir işıq ucu varmı deyək? Çünki deadline ingilislər demişkən dekabrdadır. Dekabra qədər bizə yəni həm istintaqın nəticələri ilə bağlı cavablar verilməlidir, üzrxahlıqlar, kompensasiyalar, cinayətkarların cəzalandırılması. Amma işıq ucu görünmür bu 10 ayda, 11 ayda daha doğrusu dekabrdan hesablayanda belə bir əhval-ruhiyyə də yoxdur. O zaman nə olacaq? Biz qəbul edəcəyik. Rusiya üçün Azərbaycan mövzusu bu günləri gündəmdə olan ən aktual mövzu deyil. Yəni Rusiya üçün mövzu elədir ki, bu qədər qlobal masştablı müharibə aparan dövlət üçün Azərbaycana hansı jest edib etməmə məsələsi çox da böyük əhəmiyyət daşımır. Bu bizim üçün böyük əhəmiyyət daşıyır ki, bizim bir qürurumuza toxunan davranış sərgiləyiblər. İndi bütün hallarda mən proqnozlaşdıra bilmərəm hansı addımlar atılacaq. Çünki indiyə qədər atılan addımların hər hansı birində deyək ki, bir təcrübəm yaxud da bilgim olmadığına görə bunu məsuliyyəti üzərimə götürüb deyənmərəm. Amma mən bütün hallarda bizim Rusiya cinahında bütün hallarda olmamamızı doğru siyasət hesab edirəm və bu addımın atılmasını vacib sayıram. Eyni zamanda Rusiyanın da üzərimizə yönələcək, istiqamətləndirəcək bundan sonraki bəhanələr verilməməsində tərəfdarıyam. Çünki Rusiyanın başının Ukraynada qarışması bütün hallarda bizim milli maraqlarımıza uyğundur. Təbii ki, ona görə də Ukrayna xalqını da həm də ona görə dəstəkləyirik ki, biz prinsiplər var. Yəni işğal faktoruna, ərazi bütövlüyü faktoruna bizim qədər həssas olan ikinci dövlət yoxdur. Rusiya Ukraynanın ərazi bütövlüyünü pozub, ərazi bütövlüyünü pozan hər hansı bir ölkəyə biz müsbət yanaşa bilmərik və sabahları bu bizim də başımıza gələndə dünyadan umacağımız bir məsələdir, mövqedir. Ona görə də gələcəyimizi həm də prinsiplər üzərində qurulan bir dövlət olduğumuza görə bu məsələdə həssaslığımızı davam etdirməliyik. Amma yenə də məsələ vəziyyətin biraz yumşalması istiqamətində də addımlar atılması bizi müəyyən xarici aqressiyadan qoruyan vacib elementlərdən biridir.